Turan sabah oyunu 3-1 gün bura kimi dözük, bura kimi düşündük ki səbirli olmaq lazımdır, daha yaxşı oyunumuz qabaqdadır. Amma əfsuslar olsun ki bugün biz o oyunu görmürük. Bugün eləcə Tovuzlar adına səbrimizin artıq son nöqtəsidir. Bax, oturmuş burada hamısı Tovuzlardır. Bakıda işimizi, gücümüzü atmışıq, məcburiyyətdən yox. İstədiyimizdən gəlmişik Turan Tovuzun oyuna baxmağa. Amma bizə belə futbol lazım deyil. Bugün baş məşqçinin son günü, son oyunu olmalıdır mənə görə. Tək mənə görə yox, düşünürəm ki burada digər bax Tovuzu qardaşlardır. Hər birimiz bizi burada birləşdirən futbol adına, hər birimiz Turan Tovuza görə burada cəmləşmişik və Turan Tovuza görə də əksəriyyətimiz bir-birimizi burada tanımışıq. Yəqin ki tanınmış, yəni bax fanatlardan biridir. Qara, oyun səni qane deyil qardaş. Qardaş, oyun bizi qane eləmir. Etram müəllimdən böyük dərəcədə xahiş edirəm. Bu Berdiyevi tez zamanda göndərsin. Etram müəllim səsimizə səs ver. Xahiş edirəm. Yaşa. Göndər bu insanı buradan. Oyun qane edir səni. İlk öncə Allah Ehtiram müəllimin canını sağ eləsin. Bütün demək olar ki, milyonlarını xərcləyir. Yəni, o törtüyünə yarım milyon demək olar ki, xərcləyir. Sadəcə olaraq oyunda baxım yoxdur, quruculuq yoxdur, sistem yoxdur. Sadəcə olaraq top tıqaramaqla məşğuldur. Elçin. Allah Ehtiram müəllimin canını sağ eləsin. Bir dənə xahişim var, qısa konkret bu qocanı istəfiyə göndərdim. Elvi. Ne deyək abi, ne deyək? Tovuzda belə göz görməmişik. Ehtiram müəllimiz də dəstəkdir. Ancaq bu qurbanlıq deyil. Köhnə futbol deyil. Vur qabağa, bəlkə kiməsə dəydi final olur. Asif, Belə futbol olur. sən nə düşünürsən? Çox məyusam. Mən də hamıya qoşuluram. Berdiyev getməli. Nə yapacaq? Komandada yeni nəfəs olmalı. Şamxal. Ay Orxan, nə deyim ya? Adam əsəb keçirir. Həmişə gəlirik, komandamızdır deyə azarkeşlik edirik, amma O deyil. Elçin nəsə demək istəyirdin? Qısa bir sözü. Eyb yox. Bizim dediyimiz bura qədər. Elə fikirləşirəm ki, bugünkü gündə biz burada yəni 5-6, 7-8 nəfər oturmağımıza rəğmən ümumi Tovuz adına olan məsələləri müzakirəyə çıxartdım, danışdım. Düşünürəm ki, bundan sonra yəqin ki, bir yenilik gözləyəcəyik biz Turan Tovuz üçün.